Əl terminalından qəbul olunmuş fakturalar sistemə göndərildikdən sonra həmin fakturalanmış kağız skan variantını PDF-dən, yəni sizə gələn kağız şəklində qayməni printerdən skan eləyib, özünüz üçün rəboçi stolda bir skan papkası yaradıb, həmin sənədləri bura atmalısınız və burada nəzərə alınan ən böyük şeylərdən biri budur ki, qaymənin adları heç vaxt təkrarlanmamalıdır. Yəni qaymə 1, qaymə 2, yəni istədiyiniz ad ola bilər, amma təkrarlanmasın. Bu əməliyyat olunandan sonra həmin bu papkanı, eyni papkanı kopyalayıb loqonun içinə atırsınız, rəboçi stola atırsınız. Necə ki mən indi atmışdım, təzədən kopyalayıram. Həmin sənədlər artıq burada da var, ya da ki sənədlərin özünü kopyalayıb bir də papkanı kopyalamırsınız. Sistemə girdikdən sonra şifrəni yazırıq. 98. Burada fikir verirsiniz, rol olaraq 2 doc rolu. Bu mütləq bu rolla daxil olmalı. Bu yetki bütün marketlərə verilib. Kimdəsə olmasa məlumat verər, həll eləyərik. Giriş elədikdən sonra logoya giriş elədikdən sonra hər hansı bir şeydən atdığınız, terminaldan atdığınız sənədi logoda tapırsınız. Həmin sənədin çap olunmuş versiyonu. Burada belə bir yetki verilib bütün marketlərə. Fayl əlavə et. Kimdə görünməsə, burada ox düyməsi var, ən sonuncu yetkidir. Bir dəfə ora girdikdən sonra avtomatik hər dəfə sağ düymə basanda o görünəcək. Fayl əlavə, həmin sənədi seçib, məsələn, Azərsun C4 qayməsi. Həmin qayməni seçib, Azərsun C4 kağız qayməsinin skan variantını siz artıq serverdə atmışıq da həmin papkaya. 3 düyməyə daxil oluruq. Həmin papkanı biz desktopda idi. Desktopda skan sənədlər papkasını tapırıq. Qaymə 1 adını vermişik şərti olaraq. Open, yadda saxla. Fayl əlavə olundu. Və bir nüansı da qeyd edeyim. Ola bilər ki, hansısa bir qaymə çox uzun bir qaymə olar. Bir skana yerləşmək, bir neçə skana yerləşdirəcək onu. Onu da eyni qaydada həmin sənədə əlavə edirsiniz, hissə-hissə. Qaymə 1, qaymə 2 bu cür şəkildə əlavə edirsiniz. Əlavə etdikdən sonra yenə də sağ düymə, yəni baxmaq istəsiniz əgər, sənədin üzərində 2 dəfə klikləyirik, həmin sənəd açılır. Yəni hal-hazırda məndə şərti olaraq belə bir şeydir, amma bu qaymə şəkli olacaqdır.